Salam əziz abituriyentlər, mən Elşad Həsənov, kanalımıza xoş gəlmişsiniz. Bugünkü videomuzda statika bölməsinin ardını izah edəcəm. Bugünkü dərsimiz deməli sadə mexanizmlərdən ibarət olacaq. Sadə mexanizmlər iki formaya bölünür, iki növə bölünür. Deməli link tipli sadə mexanizmlər var, mayl müstəvi tipli sadə mexanizmlər var. Link tipli sadə mexanizmlər link, blok və dolama çarxdır. Mayl müstəvi tipli sadə mexanizmlər isə mayl müstəvi vint və çivdir. İndi bu günlərim sizlərə deməli linkdən bəhs eləyəcəm. Link nədir? Neçə növü var? Link tərpənməz dayaq ətrafında fırlana bilən bərk cisimdir. Linkin 3 növü var. Birinci növ link, ikinci növ link, üçüncü növ link. İndi isə link haqqında olan bilgiləri sizlərlə paylaşıram. Deməli birinci növ link o linkdir ki, dayaq ən kənara qoyulur. Linkin hər hansısa bir tərəfindən yük asılır. Bu yükü burada saxlamaq üçün təbii ki, linkin digər qolundan hər hansısa bir F1 qüvvəsindən dartırıq. Link dayaq nöqtəsi ətrafında təbii ki, yük onu saat istiqamətdə fırladacaq bu linki. F1 isə saatın əksinə fırlatmış olacaq. Linkin özü dayağa baskı göstərdiyi üçün dayaq tərəfindən burada bir reaksiya qüvvəsi meydana gəlmiş olacaq. F1 qüvvəsinin qolu qüvvənin tətbiq nöqtəsindən dayağa qədər olan məsafədir. Buna D1 deyək. Yükün ağırlığına F2 deyək. Yəni mg ağırlıqlı bir yükdür. Mg ağırlıqlı bir yükdür. Bunun ağırlığına F2 deyək. F2-nin qolu isə onun təsir xəttindən dayağa qədər məsafədir. Buna da D2 deyək. O zaman biz yazırıq. F1 saatın əksinə fırlatdığı üçün saatın əksinə fırladan qüvvə momenti, yəni F1 D1 bərabərdir. F2 isə saat istiqamətdə fırladır. Onun momenti isə F2 D2'dir. Buna biz linkin tarazlıq şərtdə deyə bilərik. Təbii ki, biz bunu bu şəkildə də yaza bilərik. F1 bölünsün F2 bərabərdir. D2 bölünsün D1. Bu bərabərlikdən biz onu görürük ki, qüvvə ilə qol bir-birindən tərs asıldı. Yəni ki, qolu balaca olan qüvvəsi böyük, qolu böyük olan isə qüvvəsi kiçik olmuş olacaq. Bəs reaksiya qüvvəsini necə tapacaq burada? Təbii ki, reaksiya qüvvəsini necə tapacaq? Yuxarı bir reaksiya qüvvəsi var, bir də F1 var. Aşağı isə F2 var. Onda yazırıq. Yəni reaksiya qüvvəsi üstə gəl F1 bərabərdir F2. Biz buradan reaksiya qüvvəsini tapmış olsaq, n reaksiya qüvvəsi bərabərdir F2 çıxılsın F1 yazmış oluruq. Bu reaksiya qüvvəsinin tapılması. Birinci növ link qüvvədə qazanc verir. Ümumiyyətlə sadə mexanizmlərin bəziləri qüvvədə qazanc verir, bəziləri isə qüvvədə qazanc vermir. Birinci növ link qüvvədə qazanc verən sadə mexanizmdir. Qüvvədə qazancı Q hərfi ilə işarə edə bilərik. Qüvvədə qazancı iki formada tapa bilərik biz şagirdlər. Bir qollarla tapa bilərik, bir də qüvvələrlə tapa bilərik. Qollarla belə tapırıq. Böyük qolun uzunluğu kiçik qoldan neçə dəfə çoxdursa o qədər qazanc var. Yəni D1 böl D2 qədər qazanc var. Bəs qüvvə ilə tapsaq necə tapacaq? Təbii ki, belə tapacaq. Böyük qüvvənin kiçik qüvvəyə nisbəti. Yəni F2-nin F1-ə nisbəti bizə qüvvədə qazancı vermiş olur. Bu oldu birinci növ link. İndi isə ikinci növ link haqqında məlumat verək. İkinci növ linkdə, birinci növ linkdən fərqli olaraq dayağı çəkilib biraz ortaya tərəf. Yəni, bu o demək deyil, linkin tən ortasında olacaq. Ümumiyyətlə, çəkilib bu tərəfə, sağ tərəfə. Bu bizim dayağımızdır. O dayağımızdır. Yükü isə buradan asırıq. Yükü buradan asıb, burada təbii ki, yükü astığımız zaman dayaq ətrafından link bu tərəfə fırlanmış olacaq. Biz bunu burada tarazlıqda saxlamaq üçün buradan bir F1 qüvvəsinə tətbiq göstərməliyik ki, onu tarazlıqda saxlayaq. Bu yükün ağırlıq qüvvəsinə mg deyəcəyik və bu yükün ağırlıq qüvvəsi aşağı doğru çəkir nə? F2-ni. F1-in qolu buradan bura qədər məsafədir, deyirik D1. F2-in qolu isə buradan bura qədər məsafədir. Buna nə deyirik? D2 deyirik. Yenə də burada reaksiya qüvvəsi var. Biz bunun üçün momentlər qaydasını necə yazacaq? Linkin tarazlıq şərtini necə yazacaq? Təbii ki, saat istiqamətdə fırladan qüvvə momenti, yəni F1
D1 bərabərdir. Saatın əksinə fırladan qüvvə momenti. F2 D2. Buradan F1 bölünsün F2 bərabərdir. Yenə də D2 bölünsün D1 şəklində yaza bilərik. Bu Lengin tarazlıq şərtidir təbii ki. Bu şəkildə də yazılar, bu şəkildə də yazılır. Bəs reaksiya qüvvəsini necə tapacaq? Yuxarı bir dənə qüvvə var, o da təbii ki reaksiya qüvvəsidir. Amma aşağı iki qüvvə var. Aşağı olan qüvvələr isə F1 ilə F2. O zaman reaksiya qüvvəsi F1 plus F2-nin cəminə bərabər olacaqdır. Bəs burada qüvvədə, ikinci növ Lenc qüvvədə qazanc verirmi? Təbii ki, ikinci növ Lenc qüvvədə qazanc verir. İkinci növ Lenc qüvvədə qazancı yenə qazanc bərabərdir. Böyük qolun kiçik qola nisbəti. Böyük qolu D1 deyək, kiçik qola D2 deyək. Və qüvvə ilə deyəndə böyük qüvvənin kiçik qüvvəyə nisbəti. Əgər qol balacadsa qüvvə böyükdür, o zaman F2 qüvvəsi böyükdür. F2-nin F1-ə nisbəti şəklində yaza bilərik. Bu da bizim oldu ikinci növ Lencimiz. Əziz abituriyentlər, indi isə üçüncü növ Lenc haqqında məlumat verirəm. Üçüncü növ Lenc. Yenə Lenci çəkirik. İkinci növ Lenc, daha doğrusu dayaq elə başda duracaq. Birinci növ Lenc kimi. İndi isə buradan bir yük asırıq. Yük. Təbii ki, buradan yük asdığımız zaman yükün ağırlıq qüvvəsi hesabından bu Lenc aşağı düşəcək. Buradan da biz avtomatik F1 qüvvəsi ilə tətbiq göstərsək, o zaman bu Lenc yuxarı qalxacaq. Təbii ki, burada bu səfər reaksiya qüvvəsi aşağı doğru yönəlməlidir ki, bu tarazlıqda qala bilsin. F1 qüvvəsinin qolu buradan bura qədər məsafədir, deyirik D1. Buna da F2 qüvvəsi deyək. F2 qüvvəsinin qolu da buradan bura qədər məsafədir. Buna nə deyirik? D2 deyirik. O zaman bu Lengin tarazlıq şərtini yazanda yenə də yazırıq. F1 bir tərəfə fırlanır, yazırıq F1 vurulsun onun qolu bərabərdir. F2 isə saat istiqamətdə fırladır. F2 vurulsun onun qolu. Bunu da biz F1 bölünsün F2 şəklində yazsaq, təbii ki yazacaq D2 bölünsün D1. Bu da Lengin tarazlıq şərti olmuş olur. Bu da Lengin tarazlıq şərti olmuş olur. İndi isə reaksiya qüvvəsini tapaq. Yuxarı bir qüvvə var, F1 qüvvəsi. Aşağı isə iki qüvvə var. Bir F2'dir, bir də N reaksiya. Buradan biz N reaksiyanı tapanda F1 çıxılsın, F2 yazmış olacaq. Üçüncü növ Lenc qüvvədə qazanc vermir. Sadə mexanizmlərdən demişdim, bəziləri qüvvədə qazanc vermir. Onlardan biri də üçüncü növ Lencdir. Üçüncü növ Lenc qüvvədə qazanc vermir. Amma birinci növ Lenc, ikinci növ Lenc isə qüvvədə qazanc verirdi. İndi isə əziz abituriyentlər, mən sizə sadə mexanizmlərdən olan bloklardan danışacağım. İki növ blok var. Bir tərpənməz blok var, bir də tərpənən blok var. Tərpənməz blokda üçüncü növ Lenc kimi o da qüvvədə qazanc vermir. Bəs tərpənməz blok qüvvədə qazanc vermir. Nə məqsədlə istifadə olunur? Təbii ki, tərpənməz blok qüvvənin istiqamətini dəyişmək üçün istifadə olunur. Yəni ki, mən bu yükü yuxarı qalxmaq üçün qüvvəni aşağı çəkirəm. Diqqət edirsinizsə, burada mən iki dənə blok çəkmişəm. Blokun birinin radiusu R-dir, digər blokun radiusu isə 2R-dir. Və ikisində də tətbiq etdiyim qüvvələr müxtəlif formadadır. Yəni birini bucaq altına dartırım, birini isə bucaqsız belə deyək dartırıq. Bunların hər birində qüvvədə qazanc olmadığı üçün F qüvvəsini tapmaq istəyirəmsə, burada olan yük qədər qüvvə tətbiq etməliyim. Yükün ağırlığı qədər qüvvə tətbiq etməliyim. Məsələn, burada 100 Newtonluq bir yük varsa, mən buradan ipi tutub 100 Newtonla dartacam və yaxud da buradan tutub 100 ilə dartacam. Bucağın heç bir dəxli yoxdur. Belə də dartsan, belə də dartsan və yaxud da blokun biri böyükdür, biri radiusu böyükdür, fərqi yoxdur. M kütləli yükdürsə, bütün hallarda eyni qüvvə ilə dartmış olursan. Yəni ya bucağın bir dəxli yoxdur o qüvvəyə, ya da ki blokun radiusunun heç bir dəxli yoxdur həmin o qüvvəyə. Eyni yükdürsə, eyni qüvvə ilə dartılacaq. F bərabər nəyə? Mc ilə dartılacaq. Deməli, bu tərpənməz blokda yükü dartmaq üçün lazım olan qüvvədir. F bərabərdir mc. Buradan da görsənir ki, mən burada dartdığım qüvvə buradakı yükün ağırlığı qədərdir. Əgər blokda sürtünmə qüvvəsi nəzərə alınarsa, o zaman bizim düsturumuz, yəni F'imiz F bərabərdir mc üstəcə F sürtünmə yazacaq. Yəni ki, sürtünmə qüvvəsi varsa, çoxdursa, sənə dartdığın qüvvə bir balaca artmış olacaq. Yəni, sürtünmə qüvvəsini də onun üzərinə əlavə etmək lazımdır.
Sonra ola bilər ki, biz bu yükü sabit sürətlə dartaq və yaxud da təcillə qaldıraq yuxarı və yaxud da təcillə aşağı endirək. Əgər sabit sürətlə qaldırırsa, F bərabərdir mc-dir. Yox, əgər yükü A təcillə yuxarı qaldırsaq, o zaman F bərabərdir mc üstəgəl A yazmalıyıq. Əgər A təcillə aşağı endiririksə, o zaman F bərabərdir mc çıxılsın A yazmalıyıq. Biz yükü qaldırdığımız zaman, yük müəyyən qədər yuxarı qalxır. Yükün hündürlüyü deyək. H yük deyək. Yük. O zaman ipi də aşağı indirmiş olduq. Buna da H ip deyək. Tərpənməz blokda ipi biz nə qədər aşağı dartırıqsa, yük eyni qədər yuxarı qalxacaq. Yəni ki, belə deyək. H ip bərabərdir. H yük. Bu o anlama gəlir ki, sən yükü 5 metr ipi 5 metr dartmısansa, yük də 5 metr qalxacaq. Və yaxud da V ip bərabərdir V yük. Bu o anlama gəlir ki, sən ipi neçə ilə dartırsansa, məsələn 10 metr bölü saniyə sürətlə dartırsansa ipi, o zaman yük də 10 metr bölü saniyə sürətlə qalxacaq yuxarı. Və ya A ip bərabərdir A yük yazırıq. Yəni bunların təcilləri də eyni olmuş olacaq. Heç bir dəyişiklik yoxdur. Biz yükü qaldırdığımız zaman F qüvvəsi ilə təbii ki, iş görmüş oluruq. Bəs işin düsturu nə olacaq? Əgər sabit sürətlə dartırsansa, işin düsturu A bərabərdir mch olacaq. A təcili ilə qaldırırsansa, işin düsturu mc üstəgəl A vur H olacaq. A təcili ilə endirirsənsə, işin düsturu A bərabərdir mc çıxılsın A vurulsun H olmuş olacaq. Bu tərpənməz blokda qüvvələrin düsturları, yükün sərbəst uzunun hündürlüyü, sürəti, təcilin düsturları, bir də işin düsturlarıdır. Bu düsturlardan istifadə edərək tərpənməz blokla bağlı bütün məsələləri həll edə bilərsiniz. Əziz abituriyentlər, indi isə tərpənən blok haqqında məlumatları paylaşım sizinlə. Tərpənən blok bir tərpənən blokdan söhbət gedir. Qüvvədə 2 dəfə qazanc əldə edir. Qüvvədə qazanc əldə etmək o deməkdir ki, burada olan yükün ağırlığı nə qədərdirsə, biz ipi dartanda onun yarısı qədər qüvvə tətbiq edib darta bilərik. Ona görə də tərpənən blokda və burada da hansısa bucaq altında dartmanın heç bir fərqi olmayacaq. Yenə də eyni şəkildə düsturumuz qalmış olacaq. Tərpənən blok qüvvədə 2 dəfə qazanc verdiyi üçün o zaman onun ifadəsini F bərabərdir mc bölünsün 2 yazırıq. Əgər birdən tərpənən blokda, blokun da, axı biz qaldıranda, ipi qaldıranda bloku da qaldırmış oluruq. Blokun özünün də ağırlıq qüvvəsi var, yəni kütləsi var, belə deyək. Əgər birdən bizdən soruşsa ki, blokun və yaxud da bizə məsələnin şərtinə versə ki, blokun özünün də kütləsi nəzərə alınıb, o zaman biz bu ifadəni belə yazacaq. F bərabərdir. Həm M yük, həm də M blok toplayıb J'yə vurub böləcəyik 2-yə. Yenə bu blokda sürtünmə qüvvəsi nəzərə alınsa, biz zaman düsturu belə yazacaq. F bərabərdir. mc bölünsün 2 üstəgəl F sürtünmə yazacaq. Yenə aşağıdakı düsturda da sürtünmə nəzərə alınsa, M blok üstəgəl M yük vur C bölünsün 2 üstəgəl F sürtünmə yazmış olacaq. Tərpənən blokda qüvvədən neçə dəfə qazanılıbsa, məsafədə bir o qədər dəfə itirilir. Bu o deməkdir ki, ipin sərbəst ucunu, bax qüvvədə qazanmışamsa, hündürlükdə itirməliyəm. Bu deməkdir ki, ipin sərbəst ucunu 5 metr dartıram, 10 metr dartıramsa, yük 5 metr qalxacaq, 2 dəfə az qalxacaq. Yolda itirməliyəm ona görə. O zaman H ip bərabərdir, 2 dənə H yük yazmalıyım. Eyni şey sürətə də aiddir. V ip bərabərdir, 2 dənə V yük yazmalıyım. A ip bərabərdir, 2 dənə A yük yazmalıyım. Yəni, qüvvədən heç dəfə qazanmışamsa, məsafədə bir o qədər dəfə itirmişəm. Ona görə də işdə qazanc yoxdur. Və tərpənən blokda işdə heç bir qazanc yoxdur. Ümumiyyətlə, heç bir sadə mexanizmdə işdə qazanc olmur. İstər tərpənən blok olsun, istər tərpənməz olsun, istər birazdan keçəcək mail müstəvi olsun, linklər olsun, fərqi yoxdur. Əgər bizdən işi soruşursa, o zaman işin düsturu təbii ki, nə olacaq? A bərabərdir M C H olmuş olacaq.
Niye MCH böl 2 olmadı? Çünkü dediğimiz kimi işlə qazanc yoxdur. İşlə qazanc yoxdursa, onda tərpənməz blokda da MCH-dırsa, tərpənən blokda da MCH olacaq. Eğer biz yükü A tərzindən yuxarı qaldırmış olsaq, o zaman F-imizin düsturu F bərabərdir. M C üstəgəl A böl 2 olacaq. A tərzindən aşağı endirmiş olsaq, o zaman qüvvəmizin düsturu M C çıxısın A bölünsün 2 olacaq. Bəs işin düsturu A tərzindən yuxarı qalsan da işin düsturu A bərabərdir. MC plus A vur H və yaxud da A bərabərdir. MC çıx A vurulsun H olmuş olacaq. Da MC plus A vur H bölünsün 2 yazılmır. Çünki işdə qazanc yoxdur. İşdə də qazanc olmamasının səbəbi qüvvədə qazandığımız qədər məsafədə itirmişik. Ona görə də işdə qazanc yoxdur. Bu da bizə əziz şagirdlər tərpənən blok haqqında olan məlumatlar. Əziz abituriyentlər, İndi isə mən sizə bir neçə dənə tərpənən və tərpənməz blokun birləşməsindən ibarət olan bir sistemdən danışacağım. Buna deyirlər polispast. Burada bir tərpənən blok dediyimiz kimi qüvvədə 2 dəfə qazanc verir, 2 dənəsi qüvvədə 4 dəfə qazanc verir, 3 dənəsi qüvvədə 6 dəfə və s. Amma bəzi hallarda sistemin qurulması elə formada olur ki, görürsən ki 2 dənə tərpənən blok var, amma 4 dəfə yox, 5 dəfə qazanc verir. Ona görə də burada mən sizə sadə bir metod öyrədəcəm. Həmən metodla rahat şəkildə tapa biləcəksiniz. Metod nədən ibarətdir? Mən buradan F qüvvəsi ilə dartıram yükü. Eyni ipin hər yerində gərilmə sabit olur. Yadınızda saxlayın. Eyni olur. Bir dənə ipdən söhbət gedirsə, bir ipin hər yerində gərilmə eynidir. İndi biz baxaq görürük, burada neçə dəfə qazanc var qüvvədə. Baxıram. Mən dolanıram ipi bu şəkildə. Hələ ki eyni ipdir. Eyni ipdir. Hara qədər? Bura qədər. Onda ipin burasında F-dirsə, ipin burasında da gərilmə F olacaq. O zaman ipin burasında da gərilmə F olacaq. İndi diqqət edin, bu birisi ipə keçirəm. Bu birisi ip isə başqa bir ipdir. Əgər ipin burasında F varsa, burasında F varsa, onda bu ipə nə qədər düşür? Təbii ki 2F qədər gərilmə düşür. Bu ip eyni ip olduğu üçün burada 2F qədər gərilmə düşəcək. O zaman bu yükü həm bu ip qalxızır, həm bu ip qalxızır. 2F bura düşüb, 2F bura düşübsə, onda bura nə qədər gərilmə düşüb? Təbii ki 4F düşüb. Deməli bu olacaq 4F. Yəni P'miz 4F'dir. O zaman mən F ilə dartıram neçəni? 4F'i. Bu nə demək olur? O demək ki 4 dəfə qazanc var. O zaman F bərabərdir. F bərabərdir. Nəyə? 4. Daha doğrusu, hədə bura 4F'dir. O zaman F bərabərdir. P bölünsün 4 yaza bilərik. Yəni ki, P-nin yerinə biz nə yaza bilərik? 4F yaza bilərik. Bu nə anlama gəlir uşaqlar? Bu anlama gəlir ki, 2 dənə tərpənən blok var və 4 dəfə də qazanc əldə etmiş oluruq. Siz həmişə bu tip məsələlərdə iplərin bu şəkildə hər yerində olan gərilmələr qeyd edərək, axırda neçə dəfə belə deyək, qazanc olduğunu rahat şəkildə tapa bilərsiniz. Yəni, bloklara baxmayın. Siz həmişə belə işarələyin F-ləri, o şəkildə də gərilmə qüvvəsini nə edə bilərsiniz, tapa bilərsiniz. Əziz abituriyentlər, son olaraq mən sizə mali müstəvidən danışacağam. Mali müstəvi əvvəlki videolarımızda danışmışdıq, demişdik. Burada da bir balaca məlumat verək. Deməli, mali müstəvi üzərində dayanan cismin təbii ki, mc ağırlıq qüvvəsi var. Bu yükün 2 toplananı var. MC'nin 2 toplananı. Bir onu polasxan toplananıdır. Buna deyirik F perpendikulyar toplanan. Bir də onun bu tərəfə sürüşdən toplanan. Buna deyirik F paralel toplanan. Bundan əlavə bunun N reaksiya qüvvəsi var. Öncəliklə biz bilməliyik ki, F perpendikulyar toplanan bərabərdir. Bura alfa bucağı olduğu üçün MC kosinüs alfaya. Bəs F paralel toplanan nəyə bərabərdir? Təbii ki, F paralelin toplananda MC sinüs alfaya bərabərdir. N reaksiya qüvvəsi F perpendikulyar toplanana bərabərdir. F perpendikulyar da MC kosinüs alfa olduğu üçün demək N reaksiya bərabərdir MC kosinüs alfa. Burada mali müstəvi hündürlüyü var və mali müstəvi uzunluğu var. Bucağın qarşısındakı katet mali müstəvi hündürlüyünü göstərir. Bitişik katetdə, daha doğrusu hipotenuzda eli göstərir. Qarşı katetin bitişik katetə nisbəti bizə nə? Qarşı katetin hipotenuza nisbəti bizə nə verir? Sinus alfanı vermiş olur. Mali müstəvidə bir sadə mexanizm olduğu üçün mali müstəvidə qüvvədə qazanc verir.
Mail müstəvinin qüvvədə qazancı bu şəkildə tapılır. Mail müstəvinin uzunluğu onun hündürlüyündən neçə dəfə çoxdursa o qədər qazanc verir. Uzunluğu L-dir, hündürlüyü H-dır. Deməli, qazancımız L böl H qədər olacaq. Və yaxud da burada H böl L sinüs alfadsa L böl H nəyə bərabərdir? 1 böl sinüs alfaya bərabərdir. O zaman biz deyə bilərik ki, mail müstəvinin qüvvədə verdiyi qazanc da 1 böl sinüs alfaya bərabərdir. Əziz abituriyent, bugünkü dərsimiz yekunlaşdı. Növbət dərsdə görüşənədək. Sağ olun.